Sabahın xeyir oğul. Sabahın xeyir, Hasan. Aqibətin xeyir. Ne olur be? Ne sübdən gəlib kəstirmişsən buranı, ağaçda yatmışsan, nədir? Ayrı vaxt bütün gün oturub müştəri gözləyirəm. Qıfıl andıra qalmışan oldu bilmirəm. Çox şükür. Gəl içəri. Pasportunu çəkdirəcəksən? Yox. Dəvətnamə yazdırmaq istəyirəm. Nə? Dəvətnamə nə də? Dəvətnamə. Mən 20 ildir dəvətnamə çıxartmıram. İndi dəvətnaməni poçta satırlar, biri 3 qəpiyə. Mənə bax beləsi lazımdır. Mənim işimdir. Bunu harada saxlamsan, hə? Allah İsmailə rəhmət eləsin.